здесь. Ну давай что тогда рядом. Куда ушла тогда? Куда уходите? Я поэтому и пришла. Здравствуйте, меня зовут Юля, это мой муж. 7 литров вина. Köməyə video çəkirdi, qız orada intervyu verir. Все, спасибо. Снял? Gəlmişəm. Severny porta. Buradan gedirəm Lotçka ilə adaya. Bir də sizə göstərəcəm necə görsənir buranın adası. Çox gözəl bir yerə gedirik. Sin çao. Thank you. 440 minimizi verdik. Hardasa eləyir 18-19 dollar. Hardasa. 15 dəqiqədən sonra demək üzrə. Bura bu otellər. Mən bura inanırsınız ki, neçə dəfə gəlmişəm, bura birinci dəfədə gedirəm. Çox maraqlı baxımlar. Cürbəcür balıq qulaqları. ...20 dəqiqəyə çatdıq. Buranın dənizi çox gözəldir. Görürsünüz? Dalğa yoxdur burada, demək olar ki, heç vaxt burada dalğa olmur. Turistlər əsasən burada belə bir girişi var. Welcome Monkey Island. Welcome, welcome. Meymunlardan qorxanlar varsa, bura gəlirsiniz, yaxınlaşırsınız girəcəkdə. Deyirsiniz ki, bəs mən meymunlardan qorxuram. Meymunlardan qorunmaq üçün bir şey verin və onlar birisi sənə verirlər. Ragatka. Meymunlar уже başladı burada. Bilmək lazım olan bəzi şeylər var. Təhlükəsizlik bizə görə. Meymunlar hamısı dik olduğuna görə, yəni bunlar heç nə başa düşmürlər, yəqin ki anlayırsınız və meymunların göz-gözə meymunlarla çox kontaktda olmaq olmaz. Göz-gözə çox kontaktda olanda meymun bunu anlamadığı üçün özünə sizdən təhlükə hiss eləyir. Təhlükə hiss elədiyinə görə sizə cavab verərək ya cırmaq atır, ya dişləyir, ya və s. Bu da olduqca çox təhlükəli bir şeydir. Sonra meymunun gözünə baxmaq olmaz, meymunun üzünə baxıb gülümsəmə, dişlərini göstərmək olmaz. Bunlar... Вообще, есть еще когда кормить надо обезьянов, надо на ладошку просто поставить. Ладошку ставите, sami подходят, забирают. Bir de insanlar bir-birinə də səhv edirlər. Görürsünüz, bala meymunlar və ana meymunlar var. Bala meymunları görürlər və yəni şirin olduqları üçün, ya bala olduqları üçün birinci yeməyi ona verirlər. Ana meymunu isə ignor edirlər. O halda ana hislənir. O anda da hücum eləyə bilər. Birinci yeməyi anaya verməyə lazımdır. Ana orada özü rəşad eləyəcək. Bəlkə kimlə bölməyi. Bunlar da əllərində çubuqlar diyanı var ki, işçilərdir. Sinçə. Hey, this. Yes. Sizi qorumaq üçündür. Ragatka yerində əlində taxtayla diyanı var. Bura, bu adaya meymunlar gətizdirirlər və laboratoriya açırlar burada. Və meymunları orada laboratoriyada istifadə eləmək üçün gətirirlər. Və bir müddətdən sonra bu laboratoriya qapanır, bağlanır
və qərara gəlirlər ki, meymunları buradan çıxartmasınlar, qalsınlar meymunlar burada. Çünki buradadır. Yəni meymunların yaşaması üçün əlverişli yerdir. Və meymunları əldəmirlər və meymunlar qalırlar. Bura onların öz adaları sayılır. Çoxalıblar burada. Və insanlar buraya turistik bir yer kimi istifadə edirlər. Gəlirlər, meymunlara baxırlar. Sonra da gözəl dənizdə də istirahət edirlər. Mən burada 10 il bundan qabaq olanda meymunlar sahilə kimi gəlib çatırdılar. Buralara kimi sahilə, burada elə bunların çoxu yox idi. Sahilə kimi gəlib çatırdılar. İndi burada restoran falan çox şeylər açıblar deyə meymunlar belə içəridədirlər. Keçəndə göstərəcəm. Fransız əhli keyf eləyir. Baden-Baden'in mavi pləkanları. Vietnamın Meymunlar Adası'nın güzel sahilinde size görüntüler. İsti. İnsanların çok az olduğu bir yerde.